Əziz valideynlər, bu qədər dərmana ehtiyac yoxdur. Valideynlər çox zaman bunu eşitmək istəmir. Valideyn düşünür ki, uşağa dərman sayı nə qədər çox yazılsa, bir o qədər müalicə güclü olar. Qızdırma üçün bir dərman, öskürək üçün başqa, burun üçün damcı, boğaz üçün sprey, immunitet üçün vitaminlər və s. uzun resept və aptekdən alınan bir çox sayda dərmanlar valideyni daxilən rahatlaşdırır. Uzun illərin təcrübəsi olan bir həkim pediatr kimi deyə bilərəm ki, uşağın orqanizması düşündüyümüzdən daha güclüdür və uşağı sağaldan dərman sayı deyil, düzgün yanaşmadır. Məsələn, sadə virus infeksiyalarında 4-5 sayda fərqli siropun faydası olmur. Allergik problemlərdə təkrar antibiotikin təyini problemi həll etmir. Bəzən tez-tez xəstələnən uşağın səbəbi immunitet zəifliyi deyil, dəmir çatışmamazlığı, mədə-bağırsaq pozuntuları, qurt yoluxmaları, allergiyalar, yuxusuzluq kimi səbəblər ola bilər. Həkimin əsl məqsədi çox dərman yazmaq deyil. Əsas məqsəd problemin səbəbini tapmaq və uşağa həqiqətən lazım olan müalicəni seçməkdir. Əziz valideynlər, az dərman zəif müalicə demək deyil. Düşünülmüş məqsədyönlü müalicə ən doğru müalicədir.